Qusar rayonunun Ənik kəndində bir ailənin 3 üzvü dəm qazına zəhərlənib ölənlər var. 63 yaşlı Riman Əli Sultanov, həyat yoldaşı 60 yaşlı Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü körpə yaşadıkları Ənik kəndindəki evdə dəm qazından zəhərləniblər. Mərhumun bacısı bildirib ki, mənə zəng vurub deyəndən sonra xəstəxanaya gediblər. Hamamda qazdan boğulub deyə eşitmişəm. Yoldaşı da hələ biraz zəhərlənmişdi. İndi şükür yaxşıdır. Üzü ayıla bilmədi də, ayılmadı. Rəhmətə getdi. Hə, Allah rəhmət eləsin, rəhmətə getdi. Biri işləmişdi, o biri qardaşım zəng elədi. Oğlu zəng eləmişdi, eşitmədi. Bəs belə xəbərin yoxdur, belə. Hamısı var idi, 2 oğlu, uşaqları. Neçə nəfər zəhərlənib? Qazdan. Neçə nəfər zəhərlənib? 3 nəfər. Onlar oldu, yaxşı oldu ikisi. Qardaşım getdi, atam getdi. Riman Əli Sultanov hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı və nəvəsi Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. 07.01.2026-cı il tarixində saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsi ilə 2 nəfər, bir qadın, bir kişi Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilir. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır. Emin Kərimov, SSB xəbər, Qusar.